Tovuz rayonunda bədbəxt hadisə baş verib. 3 azyaşlı uşaq ev şəraitində hazırlanan turşudan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Hadisə rayonun ərazisində qeydə alınıb. Rayon sakinləri 4 yaşlı İlqar Hüseynzadə, 5 yaşlı Nihat Hüseynzadə və 6 yaşlı Gülnar Hüseynzadə zəhərlənmə şübhəsi diaqnozu ilə xəstəxanaya gətiriliblər. Onlara lazımı tibbi yardım göstərilib. İlkin məlumata görə uşaqlar yaşadıkları evdə konservləşdirilmiş turşu yedikdən sonra hadisə baş verib. Üstün hazırlanmış turşudan uşaq öz başına atıbdı. Onu demək olar ki, qida kimi qəbul edib. Bəli. Biz özümüz toydaydıq. Toydan çıxdıq gəldik. Sonra gördük. Bəli, hallar pisləşmişdi. Birinin yaşı 5-dir, birinin yaşı 6, birinin də yaşı 4. Bəli. Kamran Əskiparalı, SSB Xəbər, Tovuz.